Paşinyan hakimiyyətdən gedərsə Azərbaycanla danışıqlar sıfırlanacaq. Bakı ittifaq yaradır. Erməni ordusunu dağıdan silah Pakistana verildi. 2020-ci ilin 19 oktyabrında Bakıdan bu təklifi aldıq. Paşinyan rədd etdi. 44 günlük müharibəyə bənzəyir. Hücumla üz-üzəyik. Begoyan. C-130 buna görə qəzaya uğrayıb. Erdoğan istintaqı nəzarətə götürdü. Sərhəd yaxınlığına 2000-dən çox əskər texnikalar yığıldı. Rusiya təşviş içində. Teleqrafa danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Azərbaycanla Ermənistan arasında avqustun 8-də əldə olunan razılaşmalardan sonra praktiki müstəvidə irəliləyiş müşahidə edilir. O bildirib ki, müəyyənləşdirilmiş qrafik əsasında sülh danışıqları davam edir və iki ölkənin gözləntiləri bağlı qapılar arxasında müzakirə olunur. Politoloq qeyd edib ki, yaxın günlərdə Rusiya və Qazaxıstan taxılının Azərbaycanın vasitəçiliyi ilə Ermənistana çatdırılması Bakı, İrəvan, Ankara arasında müəyyən strateji anlaşmaların mövcudluğundan xəbər verir. Zaur Məmmədov hesab edir ki, Ermənistanı qarşıda çətin seçki dönəmi gözləyir və bu proses regiondakı vəziyyətə birbaşa təsir göstərə bilər. Onun fikrincə, Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması danışıqların davamı baxımından vacibdir. Paşinyan hakimiyyətdən getsə, danışıqların sıfırlanması ehtimalı yaranar. Ona görə də Ermənistandakı seçkilərin sabitlik şəraitində keçirilməsi əsas prioritetdir. Ekspert əlavə edib ki, yaxınlarda Ermənistanda keçirilən mer seçkiləri siyasi mübarizənin daha da kəskinləşəcəyini göstərir ki, bu da ölkədə geosiyasi gərginliyə yol aça bilər. Zaur Məmmədovun sözlərinə görə Azərbaycan-Ermənistan arasında regional kommunikasiyalarla bağlı irəliləyişlər mövcuddur. Ermənistan artıq Türkiyədən Azərbaycana öz ərazisindən keçən avtomobil yolunun bərpasına razılıq verib. Dəmir yolu xəttinin isə gələn ilin sonuna qədər hazır olması gözlənilir. O bildirib ki, Ermənistan enerji və ərzaq baxımından müxtəlif xarici qüvvələrdən asılı vəziyyətə düşüb. Əgər Paşinyan hökuməti Bakı ilə razılaşmaları davam etdirərsə, Azərbaycan enerji daşıyıcılarının Ermənistana yönləndirilməsi üçün imkanlar yarana bilər. Ekspertin sözlərinə görə açılacaq kommunikasiya xətləri gələcəkdə Türkmənistan qazının belə Ermənistandan tranzit keçməsi üçün şərait yarada bilər ki, bu da İrəvan üçün ciddi iqtisadi dividendlər deməkdir. Zaur Məmmədov qeyd edib ki, rəsmi Bakı regionda yeni siyasi reallıq formalaşmasını gözləyir. Azərbaycan tamamilə dəyişmiş, radikal ideologiyalardan uzaq bir Ermənistan görmək istəyir. Bu halda Cənubi Qafqaz suveren regiona çevriləcək və xarici müdaxilələr minimuma inəcək. Türkiyə Pakistana Sindur əməliyyatı zamanı kömək edib. Bu barədə Eurasian Times məlumat yayıb. Məlum olduğu kimi Hindistana 6 ədəd AH-64Y Apache helikopterinin keçidi mümkün olmadı. Türkiyə buna icazə verməyib. Helikopterlərin olduğu yük təyyarəsi qəfil geri dönüb, məlumatda qeyd edilib. Bildirilib ki, Çindən sonra Türkiyə Pakistana silah tədarükündə ikinci yerdədir. Son tədarüklər arasında Bayraktar TB2 pilotsuz uçan aparatları və Kemankeş qanadlı raketlər var. Türkiyə Pakistanı tank əleyhinə silahlarla da təmin edir. 2000-ci ildən bəri 1500-dən çox Pakistan zabiti Türkiyədə hazırlıq keçib. 19 oktyabr 2020-ci ildə müharibəni dayandırmaq üçün 5 rayonu yerində təslim etmək təklifi var idi. Bundan sonra təklifə Şuşanın da verilməsi əlavə edildi. Bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Baş nazir Nikol Paşinyan isə cavabında belə dedi: "Başa düşürsənmi, bu çox ciddi məsələdir və hər şeyi vermək deməkdir. Söhbət burada bitdi. Belə təkliflər bir neçə dəfə gəldi. Əvvəlcə razılaşdıq, amma bir saat sonra yenidən çox sayda oxşar hallar baş verdi. Nəticənin necə olduğu isə hər kəsə məlumdur", Simonyan qeyd edib. Yenə də hücumla üz-üzəyik, amma bu dəfə mənəvi vətənimizi müdafiə edirik. Bunu tanınmış erməni musiqiçi, siyasi fəal Vahe Begoyan deyib. O bildirib ki, Ermənistanda kilsəyə qarşı mübarizə özünün ən amansız mərhələsinə qədəm qoyub. Bu müharibədir.
Əsl müharibə getdikcə 44 günlük müharibəyə daha çox bənzəyir. Əskərlər cəbhədə döyüşür, komandanlığın nə etdiyi məlum deyil. Bunkerlərdə nə ilə məşğuldurlar bilinmir. Müharibəni aparan generallardır. Onlar yalnız müdafiəni təşkil etmirlər, həm də uğurlu hücumları planlaşdırırlar. İndi isə bu cür müharibənin yükü sadə ruhanilərin və kilsə yolunda canını fəda edən bir ovuc fəalın üzərinə qalıb. Belə olmaz. Dəqiq hazırlanmış strategiya, aydın döyüş taktikası, ardıcıl və məqsədyönlü hücum əməliyyatları planı olmalıdır. Begoyan erməni din xadimlərini Paşinyan hakimiyyəti ilə mübarizəyə çağırıb. Qeyd edək ki, Ermənistanda kilsə, xüsusən bütün ermənilərin katolikosu 2. Qaragin Paşinyan hakimiyyətinə zidd mövqe sərgiləyir. Bu radikal qrup Azərbaycanla sülhün əleyhinə olmaqla yanaşı revanşist ideyaların daşıyıcısıdır. Azərbaycan ərazisindən Türkiyəyə uçan C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı ilk texniki detallar üzə çıxıb. İlkin ehtimallara görə Türkiyə Hava Qüvvələrinə məxsus təyyarənin qanad ucundakı 4-cü mühərrik qəfil feyzə rejiminə düşüb və idarə etməni çətinləşdirib. Ardınca hava gəmisində qəfil sürətlənmə və təxminən 500 metrlik ani yüksəliş qeydə alınıb. Bu zaman digər qanaddakı ikinci mühərrikdə yağ təzyiqinin düşdüyü, daha sonra isə sürətin kritik həddə yüksəldiyi ehtimal edilir. Güclü titrəmə nəticəsində mühərrik hissələrindən birinin qoparaq təyyarənin arxa hissəsinə dəydiyi, bunun gövdənin qırılmasına və idarə etmənin tam itirilməsinə gətirib çıxardığı güman olunur. Mütəxəssislər bildirirlər ki, təyyarə başı aşağı vəziyyətdə fırlanmağa başlayıb və yerə çırpıldıqdan sonra 3 hissəyə ayrılıb. Qəza çox sürətli baş verdiyi üçün pilotlar SOS siqnalı verə bilməyiblər. Qəzanın dəqiq səbəbi qara qutunun FDR və CVR məlumatlarının təhlilindən sonra müəyyən ediləcək. Araşdırmaya istehsalçı Lockheed Martin də qoşulub. Baş verən faciə bugün Türkiyə Prezidenti Recep Tayyip Erdoğan'ın rəhbərliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasının əsas gündəm mövzusu olacaq. Beştəpədə keçiriləcək toplantıda qəza nəticəsində 20 hərbçinin şəhid olması ilə bağlı son məlumatlar və araşdırmaların gedişi müzakirə ediləcək. Finlandiyanın şimalında Rusiya sərhədindən 100 kilometr aralıda Northern Spike 225 adlı artilleriya təlimi başlayıb. Bu barədə RIA Novosti agentliyi məlumat yayıb, bildirilib ki, təlimləri 2000-dən çox hərbçi və 500 texnika cəlb olunub. Təlimin məqsədi çətin qış şəraitində artilleriya imkanlarını sınaqdan keçirmək, müxtəlif səviyyəli komandanlıq və artilleriya atəşi arasında qarşılıqlı əlaqəni yoxlamaqdır. Finlandiya quru qoşunlarının məlumatına görə təlimlər noyabrın 25-nədək Qərbi Avropanın ən böyüyü olan Laplandiyanın Rovajarvi poligonunda keçiriləcək.